sual verir, deyir ki, bəzən dualar olunur. Və yaxud da hər bir ibadət edən insan Fatihə surəsində deyir ki, İhdina sıratal müstəqim. Bizi doğru yola yönət deyir. Amma yenə bununla yanaşı görürsən ki, insan bidətlərindədir və əyri yoldadır. Yəni bunun da səbəbi nədir? Hansı ki, ola bilsin, o insan da sünnədə gələn duaları edir, amma yenə yolu düzəlmir. Yəni, alimlər bunun səbəbi barəsində gətirirlər ki, yəni dua etməklə yanaşı insanın tutduğu yol da düzgün olmalıdır. Yəni, onu düzgün yerdə axtarmalıdır. Şeyx Abdülrazaq Həfizəllah deyir ki, əgər bir insan İhdina sıratal müstəqim deyir, sonra gedir bidət əhlinin kitablarını oxuyur. Bidət əhlinin kitablarını oxuyursa, hidayət necə hasil olsun? Deməli, hidayətin hasil olması üçün ən birinci dua, ürəkdən istəmək onu, o haqqı, hidayəti və hidayətlə yanaşı onu insan olduğu yerdə, Quranda, sünnədə və onu necə ki, sələflər başa düşüb, düzgün şəkildə axtarmalıdır. Yox, əgər dua edib, onu başqa yerdə axtarırsa, başqa kitablar oxuyursa, bidət əhlinin kitablarını və yaxud bidət əhlinə oturub durursa, ona görə çox vaxtda hasil olur. İxlasla.com saytı tərəfindən təqdim olundu.